Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə ABŞ-ın yaranması, 19-cu əsr ABŞ, vətəndaş müharibəsi və Amerika Birləşmiş Ştatları 1-ci Dünya müharibəsi ərəfəsində bölmələri haqqında izahat verəcək. Elə isə başlayaq. İlk öncə ABŞ harada meydana gəlib, ümumiyyətlə Amerika harada yerləşir? Amerika, Şimali Amerika qitəsində yerləşir Amerika Birləşmiş Ştatları. Bura böyük coğrafi kəşflər nəticəsində Avropalılar tərəfindən kəşf olunur və daha sonra isə kütləvi insan axınları bura baş verməyə başlayır. Və kütləvi insan axınları əsasən Atlantik okeanı sahilləri boyu olan ərazilərə gəlir. Bura sadəcə ingilislər yox, bir sıra Avropa xalqları, fransızlar, ingilislər, hollandlar, ispanlar, portugallar və müxtəlif xalqlar axın edir. Bu axınların isə əsas səbəbi Avropada torpaqsızlaşmaq, yəni Avropada olanlar torpaqlara malik deyirdilər. Torpaq əldə etmək istəyən kəndlər gəlirdilər yeni qitəyə, yeni dünyaya. Və digər bir tərəfdən isə dini təqiblərdən qurtulmaq, müharibələrdən canlarını qurtarmaq üçün onlar gəlib Amerika qitəsinə, yeni dünyaya addım atırdılar. Davam edək. Bəs ümumilikdə ilk koloniyalar nə zaman salınmışdır? Koloniya nədir? Koloniya biz Yunanistan mövzusunda danışanda öyrənmişdik ki, bir ölkənin başqa bir uzaq bir ərazidə yaratdığı daimi yaşayış məskəni nə adlanır? Koloniya. Bu dövrdə müxtəlif ölkələrin koloniyaları yaranır Amerika bölgəsində və bunlardan ən əsası ingilislərin yaratdığı koloniyalar olur. İngilislərin yaratdığı koloniyalar 13 rəqəmi ilə ölçülür. 13 saydan ibarət idilər bunlar və hər bir koloniyanın özünə məxsus qanunları, qaydaları mövcud idi. İlk koloniya 1607-ci ildə məhz elə ingilislər tərəfindən salınmışdı burada. Və bu 13 koloniya ingilislər özləri Yeni İngiltərə ləqəbini vermişdilər. Davam. Gələk indi isə bu dövrdə bəs buranın yerli əhalisi kimdir? Bu Avropalılar gəlir, burada ümumiyyətlə insan yaşamır. Buranın yerli əhalisi hindulardır. Lakin hindularla ilk vaxtlar bu Avropalılar mehriban münasibətlərə malik olublar. Amma bu mehriban münasibətlər uzun çəkmir. Belə ki, daha sonra Avropalılar yeni torpaqlar ələ keçirmək, ərazilərini genişləndirməkdən ötəri, daha böyük sərvətlər əldə etməkdən ötəri hinduları öz torpaqlarından qovmağa başlayırlar və bunun üçün hinduları qırırlar. Hindulara qarşı soyqırım həyata keçirir. Hinduları Atlantik okeanı hövzəsindən çıxararaq Amerika qitəsinin qərb bölgələrinə köç eləməyə məcbur edirlər. Və bunun nəticəsində 17-18-ci yüzilliklər boyu Amerika qitəsində bir sıra hindu xalqları, milyonlarla insan Avropalıların soyqırımına məruz qalır. Hindulardan bu arada yadımıza salaq, böyük coğrafi kəşflər nəticəsində Avropalılar çox yeni şeylər öyrənmişdi hindulardan. Bunlardan ən əsası iki bitki, tütün və qarğıdalı idi ki, tütün və qarğıdalını ingilislər, Avropalılar həmən bu hindulardan öyrənmiş idilər. Davam edək. Koloniyaların arasındakı indi bu fərqdən danışaq. Görək bu koloniyalar arasındakı fərq nədən ibarətdir? Deməli, koloniyalarımız sayı 13 ədəddir. Hər bir koloniyanın öz qanunu, qaydası var. Koloniyaların idarə olunmasının ötəri bir vəzifə qubernator vəzifəsidir. Bir də məclisimiz var. Qubernator nədir, məclis nədir? Qubernator birbaşa İngilis kralı təyin edir və bu koloniyanın rəhbəridir. Məclis isə qanunverici orqandır. Koloniyanın daxili qanunları, vergi toplanması və s. ilə bağlı qanunlar, qərarlar orada o məclisdə qəbul olunur. Və məclisin qəbul elədiyi qanunu yalnız kim qadağan edə bilər? Kim ləğv edə bilər? Qubernator. Qubernator istəsə məclisin hər hansısa bir qərarına qadağan qoya bilərdi. Bu dövrdə bizim koloniyalarımızın müxtəlif məşğuliyyətləri var. Şimal koloniyaları ilə cənub koloniyaları arasında bir sıra fərqlər var. Bunların əsas səbəbi nədir? Ümumilikdə coğrafiya bilgilərimiz burada bizim köməyimizə çatacaq. Belə ki, coğrafi şəraitinə görə şimal koloniyaları ilə cənub koloniyaları arasında fərq var. Şimal koloniyaları Şimal Buzlu okeanına yaxındır və burada iqlim soyuqdur. Cənub koloniyaları isə daha isti, mülayim iqlimə malik bölgədə yerləşirlər. Və şimal soyuq olduğuna görə orada təbii ki, kənd təsərrüfatı ilə, fermer təsərrüfatı ilə məşğul olmaq olmaz, düzdürmü? Deməli, onda şimalda əhali nə ilə məşğul olar? Fabrik, zavod,
manufaktura, yəni bir sözlə sənaye sahələri burada inkişaf edir. Şimal nə ilə tanınır? Sənaye sahələrinin inkişafı. Nəyə görə? Nəyə görə burada kənd təsərrüfatı ola bilməz? Çünki şimal buzlu okeanına yaxın və iqlim kənd təsərrüfatına imkan vermir. Ancaq şimaldan fərqli olaraq cənubda nə var? Cənubda isə fermer təsərrüfatları, plantatorlar var, plantasiyalar var. Cənubda kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edir. Gəlin bu yeni öyrənəcəyimiz bu terminlərlə tanış olaq. Bu plantator nədir? Plantasiya nədir? Plantasiya deyiləndə ümumiyyətlə hektarlarla, sotlarla əkilmiş ərazi nəzərdə tutulur. Yəni plantasiya bilirsiniz nədir? Bugünkü fermer təsərrüfatları elə bilin ki, böyük belə əkinçilik sahələri və plantasiyaları rəhbəri nə adlanır? Plantatorlar. Plantasiya deməli nə oldu? İri əkinçilik təsərrüfatı, yəni fermer təsərrüfatına plantasiya deyirlər və həmin o fermer təsərrüfatının rəhbəri nə adlanır? Plantator. Və bu plantatorların bir dənə əsas xüsusiyyətləri də var. Bunlar nə əməyindən istifadə edirlər? Qul əməyindən. Baxın, şimalda muzlu əməkdən istifadə olunur. Şimalda kapitalizm inkişaf edir. Sənayedə çünki muzlu işçiyə ehtiyac var. Fəhlə orada işləyir, düzdürmü? Ancaq cənubda isə qul əməyindən istifadə olunur. Onda elə bir sual yaranır. Bəs qullar Amerikaya haradan gətirilir? Qullar o dövrdə Afrikadan tutularaq qaradərili insanlar Amerikaya gətirilir və burada onların əməyindən istifadə olunurdu. İlk dəfə qullar 1619-cu ildə Hollandiya gəmiləri vasitəsilə Amerika qitəsinə, yeni dünyaya gətirilmiş və istifadəyə verilmişdilər və düz 19-cu yüzilliyin əvvəllərinə qədər də ta ki Thomas Jefferson bunu qadağan edənə qədər Amerikaya qaradərili insanların, qulların gətirilməsi davam etdirilir. Deməli, şimalda muzlu əmək, cənubda qul əmək. Şimalda əsasən sənaye inkişaf edir, fabrik, zavod, cənubda isə plantasiyalar, yəni iri əkinçilik təsərrüfatları. Bu əsas bizim şimalla cənub arasındakı olan bir fərqimiz. Davam. 7 illik müharibə. 1756-1763. İngiltərə və Fransa arasında 7 illik müharibə olaraq tarixə düşüb. Müharibə ilə 7 il davam elədiyi üçün bu müstəmləkələr uğrunda mübarizə idi. Səbəb müstəmləkələri bölmək üzərində qurulmuşdu və mübarizədə qalib gələn tərəf təbii ki İngiltərə olur. Fransa məğlub olur və Fransa Benqaliya, yəni Hindistanda yerləşən bir müstəmləkə və həmçinin Kanada və ABŞ ərazisində, ABŞ deməyək, daha doğrusu Kanada və Amerika qitəsində olan bir sıra müstəmləkələrini itirir və bu müstəmləkələr keçir hara? İngilislərin əlinə. Və İngilislər artıq bu dövrdən Amerika qitəsində 1763-cü il etibarilə 7 illik müharibə nəticəsində daha da güclənir və möhkəmlənirlər. Davam. İngilislərin koloniyalar üzərində yeritdiyi müstəmləkə siyasəti. İngilislər koloniyaları heç cürə müstəqil olmasına şərait yaratmaq, imkan vermək istəmirdilər. Bunun üçün də onların iqtisadiyyatlarını, onların belə deyək ki, ticarət azadlıqlarını məhdudlaşdırırdılar. Məsəl üçün, qanunlara baxaq. Qərbə köçü qadağan edilmişdi. Qərbə köç edə bilməzdi. Koloniyalar qərbə köç etdikcə nə edirdi? Ərazilərini genişləndirirdi. Bunu qadağan qoyur ki, İngilislər qoy koloniya güclənməsin, böyük ərazilərə sahib olmasın. 2. Möhür qanunu haqqında qərar. Möhür qanunu nə idi? Həmən bu qanuna görə 1765-ci ildə verilib bu arada. Həmən bu qanuna görə qəzet mi sən düzəltdin koloniyada və yaxud hər hansı bir sənəd mi hazırladın? Həmən sənədə mütləq şəkildə İngilis möhrü vurulmalıdır və bu möhrü vurmaqdan ötəri təbii ki pul tələb olunur. Və koloniyalar belə olanda buna etiraz edirlərmi? Bəli, çünki əlavə pul alırlar axı məndən hər sənədimə görə. Bu daha sonra bir müddət sonra ləğv olunacaq əhalinin narazılığına görə. Sonra gələk başqa ticarət gəmiləri. İngilislər xarici ticarət gəmilərinin koloniyalara yaxınlaşmasına qadağan qoyur. Xarici ticarət gəmiləri artıq demək olar ki, yaxınlaşa bilmirlər koloniyaların yaxınlığında. Yalnız və yalnız İngilislər qərar verir. Koloniyanın məhsulları yalnız İngilis gəmiləri vasitəsilə daşına bilər. Yəni, ixracat edəcək bunlar, hər hansı mal satacaqlar xaricə. Bunu hansı gəmilərlə daşımalıdırlar? Mütləq şəkildə İngilis gəmisi ilə. İngilislər deməli, koloniyalara hansı gözlə baxır? Müstəmləkə gözü ilə. Müstəmləkə nə idi? Satış bazarı və xam mal mənbəyi deməkdir. Bura
heç sürə başqa ölkə girməməlidir. İngilislər buradan hər tərəfli bu şəkildə müstəmləkəçilik tətbiq edərək pul qazanmalıdırlar. Burada öz məhsullarını ingilislər satırlar. Burada ingilislər yalnız və yalnız özləri xam malı talayıb öz ölkələrinə aparırlar. Hətta ingilislər burada bir sıra şeyləri istehsal eləməyi qadağan qoymuşdur koloniyalara. Müstəmləkədə nəsə bir şey istehsal etmək qadağan olunur. Niyə? Çünki sən nəsə bir şey istehsal eləsən, bu sənin azadlığındır. Bu səni inkişaf elətdirə bilər və sən güclənə bilərsən. Ona görə müstəmləkəsi olan ölkə müstəmləkəsində hər hansı bir şeyin istehsal edilməsini qadağan edir. Məsəl üçün, yun məmulatı istehsal oluna bilməz koloniyalarda. Metal məmulatları qadağandır, istehsal oluna bilməzdir. Bu kimi şeylərin hamısının istehsalı qadağan edir. Bu olsun Amerikada ingilislərin yeritdiyi müstəmləkə siyasəti və koloniyalar bu səbəbdən 100% qəzəblənəcək. 1773 Boston çay qonaqlığı. Və ilk dəfə o koloniyalar nəhayət ingilislərə qarşı bir fəaliyyət yerinə yetirirlər. Boykot. Boykot nədir? Boykot hər hansı bir məhsuldan bilərəkdən, qəsdən imtina eləmək deməkdir. O dövrdə ingilislər yalnız öz məhsullarını satırdılar Avropalılara və belə bir şey olur. Boston, bu arada haşiyə tezçə, Amerikanın ən böyük liman şəhəri idi. Bu 18-ci yüzillik boyu. Bu dövrdə İngilis gəmiləri yaxınlaşır 1773-də Boston limanına və çoxlu çay qutuları var bunların üzərində. Bir sıra fəal vətəndaş, fəal koloniya vətəndaşı əyinlərinə hindu paltarı giyinərək gəlib bu çay qutularını dənizə tullayır və beləliklə ilk dəfə boykot hərəkatı həyata keçirilmiş olur. Beləliklə İngiltərədə, daha doğrusu yeni İngiltərədə deyək, yəni koloniyalarda ingilislərə qarşı ilk çıxış baş göstərmiş olur. İngilislər bunun qarşılığında Boston limanını uzun müddət bağlayırlar və bağlı saxlayırlar. Bura ticarət gəmilərinin filan yaxınlaşmasına qadağan qoyulur. Gələk, İstiqlaliyyət müharibəsi. 1775-ci il. 1775-ci il İstiqlaliyyət müharibəsi başlayır. 1775-dən 1783-cü ilə qədər olan dövr ABŞ tarixində birinci İstiqlaliyyət müharibəsi dövrüdür. Bu İstiqlaliyyət müharibəsi koloniyalarla İngiltərə arasında aparılan müharibədir. Müharibə 1775-ci ildə başlayır. Müharibə başlayan kimi ilk öncə belə deyək ki, Filadelfiya konferensi keçirilir. Filadelfiyada məşhur bir şəhərlərindən biridir bu dövrdə koloniyaların. Filadelfiya sözü də düz yazamadım. Nəsə, Filadelfiya şəhərində konqrens həyata keçirilir və həmən konqrensdə İngiltərəyə 1. müharibə elan olunur, 2. yeni bir dövlət yaranacaq indi birazdan. Koloniyaların azadlıq qoşunlarına rəhbərlik edəcək olan şəxs seçilir. George Washington. Filadelfiya konferensi neçənci ildə keçirilib? 1775 qərarlar İngiltərəyə müharibə elan olundu və ordulara rəhbərlik eləməyə George Washington gətirildi. Müharibə başlasın, müharibənin gedişatında kim idi bu istiqlaliyyət tərəfdarları? Müharibə başlayanda koloniyalarda iki qrupa bölünmə baş göstərir. Bir, bu istiqlaliyyət müharibəsinin tərəfdarları, bir də əleyhdarları, yəni bunu istəməyənlər. Tərəfdarlar kimdir? Tərəfdarlar burjualardır, burjuaziyadır. Və bir də vətənpərvər plantatorlar. Vətənpərvər, buna da diqqət. Əleyhdarları isə İngiltərənin tabeliyində qalmaq istəyən digər şəxslərdir. Bunlar isə qarşı çıxırdılar. Davam. 1776-cı il. İstiqlaliyyət bəyannaməsi elan olunur. İstiqlaliyyət bəyannaməsinin əhəmiyyəti nədən ibarətdir? 1776 4 iyul. Thomas Jefferson tərəfindən hazırlanıb İstiqlaliyyət bəyannaməsi burada 1. ABŞ dövlətinin yaradıldığı elan olunur. Könüllü surətdə deyir, koloniyalar ştatlar adı altında birləşirlər və Amerika Birləşmiş Ştatlarının yaradıldığını elan edir bu 13 koloniya. Artıq hakimiyyətin mənbəyi xalqa elan olunur və deyilir, bütün insanlar bərabər yaradılıb və hər bir insan azad yaşama hüququna malikdir və azad yaşama hüququna malik isə biz özümüzün müstəqil hökumətimizi yaratmaq hüququna da malikik. Beləliklə, İstiqlaliyyət bəyannaməsinin elan olunması ilə ABŞ yarandı. İlk dəfə hakimiyyətin mənbəyi xalqa elan olundu və insan azadlıqlarından danışıldı. Hər bir insanın azad olması və müstəqil hökumətini yarada biləcəyi elan olundu. Beləliklə, müharibənin gedişatında koloniyalar birləşərək 1776-da yeni bir dünya dövləti olan ABŞ dövlətini
yaratdılar. Bunun hər hansı bir məhdud cəhəti var idimi? Tez baxaq. İstiqlaliyyət bəyannaməsində hinduların və qara dərili insanların hüquqları nəzərə alınmamışdı. Yəni qullarla hinduların hüquqlarından heç bir şey danışılmırdı İstiqlaliyyət bəyannaməsində. Yadda saxlayaq. Tamam. Hər il 4 iyul ABŞ-da İstiqlaliyyət günü kimi qeyd olunur. Bunu da vurğulayaq. Müharibənin gedişatında iki əsas döyüşümüz var. 1777 Saratoga, 1781 Yorktown döyüşü. Həmən bu döyüşlərdə nə baş verib? Hər iki döyüşün oxşar cəhəti ABŞ ordusu qalib gəlibdir. Birinci döyüş nəticəsində ABŞ qalib gəlir və xeyli böyük bir nüfuz əldə edir Saratoga döyüşü nəticəsində. Daha sonra ABŞ müharibədə özünə tərəfdar tapmaqdan ötəri məşhur diplomat olan, belə deyək ki, Franklini göndərirlər Fransaya. Və Fransada olduğu müddətdə Franklinlə Fransa hökuməti arasında aparılan danışıqlar nəticəsində Fransız hökuməti İstiqlaliyyət müharibəsində ABŞ-ı dəstəkləyəcəyini elan edir. Və beləliklə müharibədə fransızlar ABŞ-a böyük miqdarda kredit borc verir. Və yadda salaq, Fransa Burjuiya inqilabını həmən bu hadisə Fransadan gələcəkdə maliyyə böhranını yaradacaqdı. Nəysə, qayıtdıq yenidən ABŞ-a. Fransadan dəstəyini aldı ABŞ. Həmçinin Fransa ilə yanaşı bu dövrdə İngiltərənin rəqibi olan İspaniya və Hollandiyada ABŞ-la müttəfiqlik müqaviləsi imzalayır və bu müharibədə ABŞ-ı dəstəklədiyini bildirir. Və İngiltərə müharibədə təklənir. Müharibədə təklənən İngiltərə təbii ki, məğlub olacaq. 1781 Yorktown döyüşü. Yorktown döyüşünün əhəmiyyəti nədən ibarətdir? Müharibədə dönüş nöqtəsidir bu. Müharibədə artıq tam şəkildə taleyi həll olunur burada. Yorktown döyüşü nəticəsində müharibədə dönüş yaranır. ABŞ-ın tam şəkildə müstəqilliyi artıq tanınacaq bu döyüşlə. Çünki ABŞ-ın bütün qüvvələr, bütün hər bir şey ABŞ-ın tərəfinə, xeyrinə dəyişəcək. Artıq müharibənin taleyini həll edən döyüş sizdən soruşulsa cavabımız nədir? Yorktown döyüşü. Gəldik 1783. Paris şəhərində Versal müqaviləsi imzalanır. Versal sarayı var, fransızların məşhur hökumət sarayıdır. Həmən o hökumət sarayında Versal müqaviləsi imzalanır. Müqavilənin şərtinə əsasən İngiltərə ABŞ-ın müstəqilliyini tanıyır. ABŞ artıq müstəqildir, deyir İngiltərə. Mən bunu tanıyıram. 2. ABŞ-ın ərazisi müəyyənləşdirilir. İngilislər deyir, Allegan dağlarından Mississippi çayları arasındakı bütün ərazilər Amerika Birləşmiş Ştatlarının ərazisidir və Amerikada tanıyır ki, Kanada İngiltərənin mülküdür. Bu oldu bizim Versal müqaviləmiz. Beləliklə İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı və İstiqlaliyyət müharibəsi başa çatdı. Tamam. İstiqlaliyyət müharibəsinin biz beləcə ələ aldıq. İstiqlaliyyət müharibəsi ilə yekunlaşaq. İstiqlaliyyət müharibəsini keçdirik. İndi nəyə? 19-cu əsrin əvvəlləri baxaq. Burada ABŞ-da nə baş verir? Daha doğrusu ilk öncə gəlin hakimiyyət bölgələrindən filan danışaq geniş şəkildə. Bura əsas bir bölmədir. Hər bir kəsin çətinlik çəkdiyi hissə. Nədən danışırıq biz? Hakimiyyətin 3 qola bölünmə prinsipi. Var qanunverici orqan, var icra edici orqan, var məhkəmə orqanı. Müasir dövrdə demokratik cəmiyyətlərdə, respublikalarda hakimiyyət 3 qola bölünür. Qanunverici, icra və məhkəmə. Başlayaq ABŞ-ın hakimiyyətin bölünmə prinsipindən ABŞ-da necə istifadə olunur? İlk öncə 1787 ABŞ-ın konstitusiyası qəbul olunur və həmən konstitusiyaya görə ABŞ federativ respublikadır və hakimiyyət 3 qola bölünəcək. Qanunverici, icra edici və məhkəmə. İndi başlayaq. Ali qanunverici orqanı nədir? ABŞ. Konqres. İcra edici hakimiyyət kimlədir? Prezident. Məhkəmə kimdədir? Ali məhkəmədə. İndi baxaq. Konqres nələrə bölünür? Konqres 2 palataya bölünür. Senat, nümayəndələr palatası. Konqresdə qərarlar qəbul olunur. Orada qanunlar hazırlanır. Və konqresi 2 palataya bölürlər. Senata və nümayəndələr palatası. Nümayəndələr palatası yerli əhalidən, hər şəhərdən seçilən insanlar olur. Məsəl üçün, hər bir ştatda seçkilər keçirilir ki, ən azı tutalım da bir 3-4 nəfəri nümayəndələr palatasına göndərək. Həmən o nümayəndələr palatasında bizdən adamlar iştirak eləsin. Deməli, nümayəndələr palatasına namizədlər necə təyin olunur? Seçki yolu ilə. Kim seçir? Xalq.
Xalq seçki keçirir və nümayəndələr palatasını təyin edir. Bu adi şəhərlərdən təyin olunur. Bəs senatın içərisində senatorlar əyləşir və bu senatorlar hər bir ştatın öz konqresindən göndərdiyi 2 şəxsdən ibarət olur. Baxın, ABŞ ştatlardan ibarətdir. Yəni ştatlar bilirsiniz nədir? Müstəqil xırda dövlətlərdir. Bu 13 koloniya var idi. Artıq o koloniya silinib. Nədir artıq bunlar? Hər biri müstəqil bir ştat, hər biri müstəqil bir dövlətdir və hər bir ştatın özünün qanunverici orqanı var. Yəni özünün konqresi var. Həmin bu konqresdən hər bir ştat 2 nəfəri seçir və bu 2 nəfəri göndərir ümumiyyətlə mərkəzə, paytaxta Washington şəhərindəki ümumi konqresə. Həmin o ümumi konqresdəki senat palatasına gedir həmin o 2 nəfər və orada qanunları hazırlayır. Senatda oturanlar elə bir qanunları hazırlayır. Nümayəndələr də onu təsdiqləyir, oxuyur, baxır. Senat hüquqşünaslardır, bunlar vəkillərdir, hazırlayırlar qanunları, toparlayırlar, yazırlar. Sonra digər palataya ötürürlər. Nümayəndələr palatası da buna baxır. Əgər xalqa uyğundursa, nümayəndələr xalqın içərisindən seçilir də, düzdürmü? Uyğundursa, qayda qanuna uyğundursa və salam qəbul edirlər. Qanun hardan çıxdı? Konqresdən. Neçə palatadan ibarət imiş? 2. Senat və nümayəndələr palatası. Gəldik. İcra edən. İndi bu qanun var. Qanunu kim icra edəcək? Qanun icrasını nəzarət edən kimdir? Prezident. Prezidentin nə hüquqları var, nə səlahiyyətləri var? Baxaq. Prezident veto qoymaq hüququna malikdir. Prezident əgər ki, görsə ki, hər hansısa bir konqres düzgün bir qərar qəbul etməyib, buna veto qoya bilər. Bu bir xüsusiyyətidir prezidentin. Tamam. Prezident müharibələr vaxtı orduların baş komandanı sayılır. Prezident ölkənin xarici siyasətini həyata keçirir. Ölkənin xarici siyasətini həyata keçirmək kimə asılıdır? Prezidentdən. Ölkənin daxili siyasəti. Ölkənin daxilində həyata keçirilən islahatlar olsun, hər hansısa işlər olsun, bunların hamısı yenə kimin əlindədir? Prezidentin əlindədir. Ali məmurları vəzifələrə təyin eləmək. Məmurlar aparatını kim təyin edir vəzifələrə? Prezident. Vəssalam, prezident icra edicidir. Prezident veto qoymaq hüququna malikdir. Prezident ordu komandanıdır müharibə vaxtı. Prezident xarici daxili siyasət həyata keçirir. Prezident ali məmurları vəzifəyə təyin edir. Prezident neçə il müddətinə seçilir? 4 il müddətinə. 4 ildən bir hər il seçkilər keçirilir. Gəldik məhkəmə. Ən sadəsi ali məhkəmə nədir? Ali məhkəmənin hakimləri senatın razılığı ilə prezident tərəfindən ömürlük təyin olunurlar. Deməli, ali məhkəmənin içərisindəki o hakimlər kimlərdən təyin olunur? Necə təyin edirlər bunları? Bunları prezident təyin edir. Çünki məmurları vəzifəyə prezident təyin edir. Amma bu ali məhkəmədir axı. Ali məhkəmənin hakimlərini təyin edəndə kimin təsdiqinə ehtiyacı var prezidentin? Senatın. Senat təsdiq edir ki, tamam, bunları hakim seçir və bu hakimlər nə qədər müddətə seçilir? Ömürlük. Və həmən bu hakimlərin, bu ali məhkəmədə oturanların işi nədən ibarətdir? Qanunların konstitusiyaya uyğun olmadığını yoxlamaq. Qanunlar konstitusiyaya uyğundurmu? Qanunların konstitusiyasına uyğun olmasına və bunun davamlı şəkildə icrasına bunlar nəzarət edirlər. Bunlar yoxlayırlar. Qanunlar konstitusiyaya uyğundur ya yox. Qutardı getdi. Tamam, bu bizim oldu nəyimiz? ABŞ hökumətinin idarə edilmə qaydası və forması. Bir dənə oxşarlıq burada tez vurğulayaq. Nümayəndələr palatası və prezident üçün oxşar cəhət nədir? Seçkilər vasitəsilə xalq tərəfindən təyin olunmaları. Prezidenti də nümayəndələr palatasının üzründə xalq seçki yolu vasitəsilə təyin edir. Dövləti idarə etməkdən ötəri prezident hökumət yaradır. Federal hökumət. Bu federal hökumətin nə kimi səlahiyyətləri var? Hökumət də artıq dövləti idarə edən nazirlərdir. Xarici İşlər naziri var, baş nazir var, daxili İşlər naziri var, təhsil naziri var. Hər bir prezident gələndə nazirlər dəyişir. Dövlət, hökumət aparatı dəyişir və bunları vəzifəyə kim təyin edir? Prezident. Prezident icra hakimiyyətini həyata keçirməkdə tək başına bacara bilməz axı. Bütün ölkəni tək başına idarə edə bilməz. Bunun üçün onun nəyə ehtiyac var? Hökumətə. Hökumətə nazirləri təyin edir və həmən nazirlərin hansı səlahiyyətləri var? Vergi toplamaq, ordu toplamaq, ən əsas hökumətin funksiyalarıdır. Ticarəti tənzimləmək və bir də ki, milli valyuta yaratmaq. Bu ilk vaxtki hökumətin səlahiyyətləri idi. Daha sonra hökumətin səlahiyyətləri illər keçdikcə konstitusiya olan dəyişikliklərlə daha da genişlənəcək. Tamam. İndi baxaq. ABŞ-ın ilk prezidenti görəsən kim olub? Maraqlı bir sual. Təbii olaraq 1789-cu ildə Washington. George Washington.
George Washington barədə Rusiyada bir ifadə işlətmişdi. Rusiyanın atası kimdir? Pyotr. Və sual verilir. Amerikanın atası kimdir? Amerikanın atası isə George Washingtondur. Beləliklə, George Washingtonda prezident seçdik. İlk konstitusiyamız dedik 1787-də qəbul olunub. Biz danışacağıq ki, ABŞ-da konstitusiyaya edilən düzəlişlər var. Bunlardan biri elə 1791-dir. Konstitusiyaya düzəliş elan olunur həmən il. Həmən konstitusiya düzəlişə görə insanlara söz, vicdan, mətbuat, toplaşmaq kimi azadlıqlar verilir və bundan başqa məhkəmənin icazəsi olmadan, məhkəmənin əmri olmadan kiminsə axtarılıb həbs olunması qadağan olunur. Və biz deyirik, yenə həmən bu konstitusiyamızın hüquqları haqqında bilin də yenə məhdud cəhəti nə idi? Yenə qadınlara, uşaqlara, uşaqlar demək daha doğrusu, qadınlara, hindulara, qaradərli insanlara və ağdərli kasıb əhaliyə seçki hüququnun verilməməsi. Bax, bu həmən ABŞ-ın konstitusiyasının məhdud cəhəti olubdur. İstiqlaliyyət bəyannaməsinin məhdud cəhəti hindular və qaradərliləri nəzərə almaması idi. Konstitusiyanın məhdud cəhəti nə imiş? Həm hindu qaradərli ilə yanaşı qadınların və ağdərli insanların aşağı təbəqəsinin nəzərə alınmaması. Çünki seçkilərdə iştirak etməkdən ötəri sizin müəyyən bir əmlak senzinə əməl etməyiniz lazımdır. Əmlak senzi nə idi? Sənin yaşadığın şəhərdə hər hansısa bir mülkiyyətə sahib olmağın, sənin hər hansısa bir əmlakın, hər hansısa bir mülkiyyətin yoxdursa, sən seçkidə iştirak edə bilməzsən və təbii ki, aşağı təbəqədə yaşayan bir insan, yəni kasıb adamın evi də yoxdur, eşiyi də yoxdur. Deməli, o seçkidə iştirak edə bilər? Xeyr. Və bu konstitusiyanın ən böyük məhdudiyyətlərindən biri idi. Davam. George Washington barədə maraqlı bir məlumat da verilib. Kitabımızda mənbədə belə ki, Ağ evin tikilməsi George Washington tərəfindən qərar verilsə də, George Washingtona Ağ evdə yaşamaq nəsib olmayıb. Onun ölümündən 2 il sonra bunun tikintisi başa çatıb. Və bununla yanaşı George Washingtona söz verilmişdi ki, o özünə daha doğrusu söz vermişdi ki, mənim ayağım heç bir zaman İngilis torpağına dəyməyəcək. Lakin dünya müasirləşir. 20-ci əsrin əvvəli 1924-cü ildə deyirlər ki, George Washingtonun bir heykəlində London şəhərində salaq, lakin xalqların dostluğunu belə deyək də möhkəmləndirməkdən ötəri. Lakin deyirlər, bəs George Washington özünə söz verib axı. Belə olanda necə edirlər? Mühəndislər ağıllarına fikir gəlir. Amerikadan torpaq gətirirlər. Həmən London şəhərində George Washington qoyulduğu heykəlin yerində çuxur qazırlar. Oranı Amerika torpağı ilə doldurub daha sonra üzərinə George Washingtonun heykəlini qoyurlar və bu vasitə ilə George Washingtonun sözü pozulmur. Davam. 19-cu yüzilliyin birinci yarısı Amerikanın siyasi vəziyyəti. Biz danışacağıq indi kimdən? Thomas Jeffersondan. Thomas Jefferson ABŞ-ın 3-cü prezidenti, ilk dövlət katibi, Franklin Roosevelt'dən sonra Franklin Roosevelt dedik. Nəsə, Franklin Roosevelt'i çıxarın, Benjamin Franklin. Benjamin Franklin'dən sonra Fransadakı ikinci belə deyək səfir olmuşdur. Həmən bu Thomas Jefferson 1801-ci ildə ABŞ-ın 3-cü prezidenti olaraq seçilir. 1801-dən 1809-a qədər 8 il, 2 dəfə ard-arda prezident fəaliyyətini icra edir. Onun prezidentlik dövründə görək nələr baş veribdir. Thomas Jefferson dövründə güclü Amerikanın böyük siyasət yeridir. Belə ki, onun siyasəti nəticəsində bütün müxalif partiyalar da hakimiyyətə cəlb olunur. Onlardan da istifadə olunur. Bununla yanaşı nazirləri vəzifəyə təyin edən zaman o nazirlərin mənsub olduğu ştatlara, nazirlərin bildiyi bacarıqları filan bunların hamısını nəzərə alır və beləliklə ştatlar arasında əməkdaşlıq yaratmağa, ştatlar arasındakı düşmənçiliyi son qoymağa çalışır. O dövrdə ştatlarda biraz belə xüsusiyyətlər var idi. Bir ştatın digər ştatdan xoşu gəlməməsi məsələsi və buna görə prezident vəzifələri deputat filan nəsə məmur təyin edəndə diqqət yetirirdi ki, eləyim digər ştatın da xəttinə dəyməyim. Yəni ştatlar arasında hər hansısa bir mübarizə, müharibə olmasın. Thomas Jefferson bunlara diqqət yetirirdi və bununla yanaşı Thomas Jeffersonun gördüyü işlərdən biri Amerikan ərazisini genişləndirmək. Louisiana adlı bir əyalət var. 1803-cü ildə bu ərazi Fransadan Thomas Jefferson pul vasitəsilə satın alıb Amerikaya birləşdirir və beləliklə Amerika Birləşmiş Ştatlarının ərazisi bir xeyli genişlənir. Thomas Jefferson ölkəni daha da möhkəmləndirməkdən ötəri daxili siyasətdə bir sıra islahatlar aparır, demokratik islahatlar. Bu nə idi? 1. Thomas Jefferson
əmlak lisenzini ləğv edir. Bax, o konstitusiyadakı məhdud cəhət var idi, aşağı təbəqə iştirak edə bilməz seçkilərdə. Thomas Jeffersonun dövründən etibarən artıq onlar da iştirak edə bilərlər seçkilərdə. Çünki əmlak lisenzi onun dövründə Thomas Jefferson tərəfindən ləğv olundu. Daha sonra həbsdə olan məhbuslara amnistiyalar verilməsi, onlar barədə humanitar qanunlar qəbul edir Thomas Jefferson. Bununla yanaşı əhalinin sosial vəziyyətini yaxşılaşdırılmasından ötəri də bir sıra müsbət qərarlar qəbul edir. Bununla yanaşı boş torpaqlara əhalini köçürür. O dövrdə Amerikanın qərb bölgələrində çoxlu boş torpaq sahələri var. Thomas Jefferson icazə verir ki, gedin qərbdə məskunlaşın, icazə verilir. Bununla yanaşı Thomas Jefferson ilk dəfə Amerika tarixində quldarlığın ləğv olunmasına çalışan prezident olubdur. Quldarlığı ləğv eləmək istəyir, lakin ləğv edə bilmir. Çünki Cənub ştatlarında olan plantatorlar plantasiyalarında nə əməklə istifadə edirdilər? Qul əməyindən. Bu plantatorların narazılığına səbəb olur və Thomas Jefferson plantatorlara görə həmən qulu ləğv edə bilmir. Quldarlıq quruluşunu ləğv edə bilmir. Amma ilk təşəbbüs hansı prezidentlərin? Təbii ki, Thomas Jeffersondan. Lakin Thomas Jefferson bir şey edə bilir. Xaricdən Amerikaya qulların gətirilməsini qadağan edir. 1619-dan etibarən Amerikaya gələn qul axını nəhayət Thomas Jefferson dövründə başa çatır. Ancaq quldarlığı Thomas Jefferson ləğv edə bilmir. Davam edək. Amerikanın bu dövrdəki 19-cu əsrin əvvəllərində Fransa və İngiltərə olan münasibətlərindən danışaq. Ümumilikdə Fransanı tez yada salaq. 19-cu yüzilin əvvəlləri Fransa Napoleon müharibəsi, Fransa burjuiya inqilabları, koalisiya müharibələri gedir Avropada. Napoleon çoxlu saylı müharibələr aparır və bu dövrdə Fransa İspaniyanı məğlub edərək Amerika qitəsində İspaniyanın ərazisi olan Louisiana əyalətini ələ keçirir. Amerika o dövrdə istəmir ki, onun yanında güclü bir belə müstəmləkəçi bir ölkə olsun, Fransa kimi. İspaniya bayaq zəif bir ölkə idi. Amma Fransa necədir? Napoleon Fransası çox güclü bir imperiyadır. Və Thomas Jefferson bundan narahat olur və məntiqdən düşünür. Deyir, bu Napoleonla aranı düzəltməkdən ötəri nə edə bilərəm? Napoleona müraciət edeyim, Louisiana'nı ondan satın alım. Napoleon da bu dövrdə çoxlu müharibə apardıqlarına görə pula ehtiyacı var. Napoleon pula sıxışıqdır. Fransa bildiyimiz kimi 19-cu əsrin əvvəllərində də həmən Amerikadakı azadlıq mübarizəsi başlayandan pula doğru sıxışıq idi. Maliyyə böhranı yaşayırdı. Və bu Napoleonun da xeyrinə olur və Napoleonla ABŞ arasında müqavilə imzalanır. Thomas Jefferson müqaviləni imzalatdırır və 1803-cü ildə həmən Louisiana əyalətini satın almağı bacarır Thomas Jefferson və beləliklə Amerika ərazisində olan Fransa müstəmləkəsi yoxa çıxır və Amerika ilə Fransa arasındakı münasibətlər yenidən normallaşır. Bunlar arasında münasibət onsuz əvvəldən yaxşı idi. Bildiyiniz kimi İstiqlaliyyət müharibəsində Fransa Amerikaya çoxlu borc verərək kömək eləmişdi. Napoleon dövründə biraz vəziyyət kəskinləşdirərək Thomas Jefferson bunu öz məntiqi ilə həll edib yoluna qoyur və Louisiana'nı satın almaqla Fransanı Amerikadan qovalayıb çıxarmağı bacarır. Davam. İndi isə gərək ikinci İstiqlaliyyət müharibəsi olaraq ABŞ-ın tarixinə düşən hadisəyə. Həmən bu hadisə nədən ibarətdir? 1812-14 İngilis-ABŞ müharibəsi. Belə ki, müharibənin başlamasının 3 əsas səbəbi var. 1. ABŞ bu dövrdə Kanadanı ələ keçirmək istəyir. Kanadada İngiltərənin müstəmləkəsidir. 2. İngiltərədə ABŞ-ı yenidən öz müstəmləkəsinə çevirmək istəyir. ABŞ-ı ələ keçirib yenidən koloniya sisteminə geri qaytarmaq istəyir. Və beləliklə tərəflər arasında müharibə başlayır. Tərəflər arasında gedən müharibənin nəticəsində isə 1814-cü ildə Gent müqaviləsi imzalanır Belçika ərazisində. Həmən Gent müqaviləsinin şərtlərinə görə artıq ABŞ Kanadaya olan iddiasından əl çəkməlidir. İngiltərə isə ABŞ-a artıq müstəmləkə gözü ilə baxmayacağına vəd edir, tam şəkildə ABŞ-ın müstəqilliyini tanıdığını elan edir və hər iki ölkə müharibədən əvvəlki sərhədlərinə geri qayıdır. Diqqət, sizə sual verirlər. ABŞ-ın ilk dəfə işğalçı müharibəyə başladığı döyüş neçənci illərdir? 1812-14 cavabınız. Çünki müharibənin başlaması ABŞ-ın Kanadaya hücumu ilə başlayıb. ABŞ ilk dəfə Kanadaya işğalçı qoşunlarını göndərib 1812-də və bu İngilis-ABŞ arasında müharibənin başlamasına səbəb olmuşdur. Davam, bu müharibədən də çıxaqdıqsa biz davam edə bilərik. Artıq 19-cu yüzilin ikinci yarısına keçid edə bilərik. 19-cu yüzilin ikinci yarısı.
ABŞ ya ümumiyyətlə 19-cu əsrdə ABŞ-da bilirsiniz necədir? Böyük Britaniya haqqında biz bir şey deyirdik ki, Britaniya yarımadada yerləşir, daha doğrusu adada yerləşən bir ölkədir, Avropadan uzaqdır və müharibələrdən uzaqdır. Və müharibələrdən uzaq olması onun iqtisadiyyatına müsbət təsir göstərirdi, düzdürmü? İndi siz düşünün, Amerika isə, Amerika Birləşmiş Ştatları uzaq bir qitədə, Amerika qitəsində yerləşir, Avropadan kilometrlərlə uzaqda. Avropada o bir yanğınlar, müharibələr, salgınlar filan baş verir, amma Amerikada bunların heç biri yoxdur. Hərbi xərclər yox, müharibə yox, təbii sərvətlərlə zəngin bir ərazi, yeni bir qitədir. ABŞ inkişaf edərmi? Bəli, təbii ki. ABŞ-ın inkişaf eləməsinin əsas səbəbləri deməli nəymiş? Hərbi xərclər yoxdur. Avropadakı müharibələrdən uzaqdır və həmçinin də ki, burada xeyli təbii sərvətlərə zəngin torpaqlar var. Bu dövrdə ABŞ torpaqlarını genişləndirməyə davam edir. Pulla satın alma ABŞ üçün daha uyğundur. Alyaska məsələsinə gələk. Alyaska bu dövrdə rusların əlində olubdur. Söhbət 1867-ci ildə olan bir hadisədən gedir. 1867 hakimiyyətdə kimdir? Yada salaq. Rusiyada 2-ci Çar Aleksandr, böyük saatlar dövr. Baxaq, həmən 2-ci Aleksandrın da biraz bu dövrdə pula ehtiyacı olur və bununla yanaşı Rusiyanın Alyaskada qalmaq kimi bir imkanı yoxdur. Çünki Kanadada ingilislər var və Rusiya qorxur ki, ingilislər mənlə müharibə aparıb, gəlib Alyaskanı tutarlar. Və Alyaskanı tutsalar, nə olacaq? Birbaşa Rusiya ilə sərhəd olacaqlar ingilislər və ruslar bunu qəbul eləmək istəmir. Və deyirlər, bu ingilisləri necə aradan çıxara bilərik, necə edək və görürlər ki, ABŞ ingilislərin əsas bu dövrdə rəqibidir. Belə olanda ruslar təklif irəli sürürlər ABŞ-a ki, gəl biz sizə Alyaskanı sataq. Belə bir satış müqaviləsini ABŞ-da sevərək qarşılayır. Çünki Alyaska ərazisi təbii sərvətlərlə zəngin bir ərazidir. Və 1867-ci ildə Çar 2-ci Aleksandr ABŞ-a bu torpaqları satır. Bu Rusiya tarixinin ən böyük rüsvayçılıqlarından biridir. Qoşununu burada saxlaya bilmədiyinə görə, ingilislərlə rəqabət apara bilmədiyinə görə ABŞ buranı sataraq ABŞ vasitəsilə elə bir ki, İngiltərə ilə özü arasında bir tampon bölgə, buffer zona, aralıq bir zona yaratmağı hədəfləyirdi Rusiya və bu istəyinə də uzun müddətdə nail ola bilir. Cəmi 7 milyon dollara o dövrdə, 7 milyon mu, 8 milyon dollara mı Alyaska yarımadasını satır ABŞ-a. Yəni o qədər də bugünkü günlərdə o qədər böyük bir miqdar deyil. 7 milyon pul, maksimum 3-4 qatı olsa belə bu qədər ərazinin, yəni tutalım da 30 milyon manata satılması böyük bir rüsvayçılıqdır Rusiya üçün. Davam edək. Gəldik ABŞ-ın vətəndaş müharibəsinə. ABŞ-da vətəndaş müharibəsi 1860-cı il. ABŞ-da koloniyalar arasında, daha doğrusu ştatlar arasında münasibətlər kəskinləşir. Səbəb şimalla cənub arasında olan fərqlilikdir. Dediyimiz kimi şimal sənaye, cənub isə plantasiyalarla zəngindir. Şimalda muzlu əmək, cənubda isə nədən istifadə olunur? Qul əməyindən. Və bu dövrdə 1860-cı ildə iki dənə partiyamız var Amerikada, hakimiyyət uğrunda mübarizə aparan. Demokratlar və respublikaçılar. Müasir dövrdə də elə hal-hazırda Amerikada mövcud olan iki dənə partiya var. Əsas rəqib və tez-tez prezidentlər həmən bu iki partiyadan çıxır. Demokratlar və respublikaçılar. Demokrat partiyasında bu dövrdə quldarlığın ləğv olunması qanunu üstündə mübahisə düşür və demokratlar arasında belə deyək ki, mübarizə gedir. Partiyalar bir-biri ilə dalaşırlar. Respublikaçılar partiyası bundan istifadə edərək öz namizədlərini çoxsaylı səs vermədə aldıqları, əldə elədikləri səslər vasitəsilə Abraham Lincolnu prezident seçməyi bacarırlar. Beləliklə Abraham Lincoln 1860-cı ildə prezident seçilir və prezident kimi fəaliyyətinə başlayır. Abraham Lincoln fəaliyyətinə başlasın. O fəaliyyətə başlayanda görək nə işlər görübdü. Abraham Lincoln əsas nizamnaməsində bu respublikaçılar deyirlər ki, biz quldarlığı ləğv edəcəyik. Və xalq bunu sevinərəkdən Abraham Lincolnu səs vermədə üstünlük qazandıraraq onu prezident seçir. Lakin cənub ştatları buna qarşı çıxırlar. Bunu qəbul eləmək istəmirlər və belə olanda cənub ştatları ilə şimal ştatları arasında ayrılıq yaşanır. 1860-cı ildə cənub ştatları birləşərək ayrıca bir dövlət, AŞK-nı yaradırlar. Deməli, artıq nə baş verdi? 1860-cı ildə Abraham Lincolnun prezident seçilməsi ilə birlikdə cənub ştatları ABŞ-ı tərk elədiklərini bildirirlər.
və nə yaradırlar? AŞK. Bu ərazisində belə xırda çəkməyək, çünki artıq Amerika bu dövrdə böyüyübdür. Hardasa belə bir şey eləyək. Aha. Beləliklə, ölkə iki yerə bölünür. ABŞ və AŞK. AŞK. Bunlar arasında 1861-65-ci illəri əhatə edən vətəndaş müharibəsi başlayır. Bir ölkə daxilində iki fərqli fikrə malik olan vətəndaş qrupları arasında olan müharibə vətəndaş müharibəsi idi. Müharibənin əvvəllərində ABŞ ard-arda məğlub olur. Çünki ABŞ-ın generalları biraz düzgün addımlar atmırlar. Bir əsas cəhət onların hərbi təcrübəsizliyi. Digər tərəfdən isə belə deyək də Cənub ştatlarının daha güclü hərbi taktikalardan istifadə edərək şimal üzərində müqalib gəlmələri mühüm hadisə olur. AŞK yəni müharibənin ilk dövründə üstündür və ABŞ-ı məğlub edir. Ancaq daha sonra ABŞ-ın özündə Abraham Lincoln bir sıra islahatlar aparmaq vasitəsilə ABŞ-ın əlini gücləndirir. Bu islahatlar hansı islahatlardır? İki dənə qanunumuz var bizim bu dövrdə. Hər ikisi də 1862-də qəbul olunub. 1. Homesteadlər haqqında qanun. 2. Azad olunma haqqında bəyannamə. Nədir bunlar? Abraham Lincoln Homesteadlər haqqında qanunda nə deyilirdi? Həmən qanuna görə hər bir Amerika vətəndaşı müraciət edib çox cüzi bir ödəniş vasitəsilə 65 hektar torpaq sahəsinə malik ola bilərdi. Və həmən bu torpaqlardan istifadə edə bilər və bunu nəsildən nəsilə ötürəcəkdi. Onun xüsusi mülkiyyətinə çevirəcəkdi. Ancaq Abraham Lincoln bir şərt qoşurdu. Burada kölə əməyindən istifadə etmək qadağandır. Və bunun sayəsində ABŞ o dövrdə AŞK-da olan yerli əhalinin də tələbini ödəməklə öz tərəfdarlarının sayını çoxaldır. Bu 1+ ABŞ tərəfə Homesteadlər haqqında qanun nəticəsində ABŞ 1+ qabağa düşdü. İkinci 1+ azad olunma haqqında bəyannamə. 62-ci ilin dekabrında qəbul olunan bu qanun 63-cü ilin yanvarından qüvvəyə minir və bu qanuna görə quldarlıq ABŞ-da qəti olaraq ləğv olunur. Quldarlığın ləğv olunması da cənubdakı qaradərili insanların ABŞ-ın tərəfinə keçməsinə səbəb olur və müharibənin gedişatında dönüş yaranır. 1863-cü ildən etibarən ABŞ qoşunları AŞK-nın üzərində böyük qələbələr qazanır. Anakonda planından istifadə edərək AŞK qoşunlarını sıxışdırır və 1865-ci ildə vətəndaş müharibəsi AŞK-nın paytaxtının ələ keçirilməsi ilə başa çatır. Beləliklə, müharibədə, vətəndaş müharibəsində sənaye bölgəsi olan Şimal ABŞ qələbə qazanır. Abraham Lincoln qalib gəlir. Müharibənin gedişatında quldarlıq ləğv olunur. Boş torpaqların istifadə olunması haqqında, homesteadlər haqqında qanunlar qəbul olunur. Bu tarixə həmçinin ABŞ-da ikinci burjuya inqilabı olaraq da düşmüşdür. Beləliklə, müharibə başa çatsın, lakin ancaq bu müharibə etkisiz olmur. Belə ki, Abraham Lincoln müharibədən sonra, cəmi bir il sonra, 1866-cı ildə bir teatr tamaşasını dinləyən zaman sui-qəsdə qurban gedir. Amerikanın ilk sui-qəsdə məruz qalan prezidenti sual verilir. Kimdir? Abraham Lincoln, 1866-cı ildə. Davam. 1866-cı ildə bir dənə də hadisəmiz var. Konstitusiyaya ikinci düzəliş. Birinci düzəliş 1791, ikinci düzəliş 1866. İkinci düzəlişimizdə nədən söhbət gedirsinizsə, təbii olaraq qaradərli insanlarla ağdərlilərin eyni hüquq və vəzifələrə sahib olması. Artıq 66-cı il konstitusiyasına görə qaradərlilərlə ağdərli insanlar bərabər hüquqlu sayılırlar. Davam. Keçirək 20-ci yüzilliyin əvvəlləri ABŞ. 20-ci yüzilliyin əvvəlləri ABŞ sənaye istehsalına görə dünyada birinci yerdədir. Bütün dünyanın ən güclü dövləti olmaq uğrunda ABŞ sürətli bir şəkildə inkişaf edir, irəliləyir. ABŞ-da bu dövrdə iqtisadiyyatda sürətli irəliləyiş əldə olunur, inhisarlar yaranır. Bununla yanaşı böyük inhisar birliyi olan bir də trestlər yaranır. Trest nədir? Trest odur ki, inhisarın daha belə böyük formasıdır bu trest. Trestin daxilinə keçən fabrik və zavodlar özlərinin müstəqilliyini itirirlər. Məsəl üçün, belə bir şey deyək də, müasir dövrdən bir əlaqələndirmə aparaq. Tutalım, Gucci markasını fikirləşin. Gucci nə edir? Gucci elə bil ki, bir trestdir. Gucci gedir, Zara-nı alır,
Pumanı alır, Adidas'ı alır və onları öz tərkibinə birləşdirir. Bunlar müstəqildir. Bu elə bil ki, brendlər var. Ancaq bunlar özləri istədikləri qədər məhsul istehsal edə bilməzlər. Özləri istədikləri yerdə məhsullarını sata bilməzlər. Onlar məhsullarını satmaq, istehsal edəcəkləri məhsulun həcmini müəyyənləşdirməkdən ötəri kimdən icazə almalıdırlar? Gucci-dən. Çünki trest kimdir? Rəhbər kimdir? Gucci-dir. Deməli, trest nədir? Trest odur ki, böyük inhisar formasıdır və onun tərkibində daxil olan digər, belə deyək, inhisarlar, digər fabrik zavodlar öz daxili müstəqillik demək, öz müstəqilliklərini itirirlər. Öz müstəqil satış bazarlarını, öz müstəqil qərar qəbul etmək bacarıqlarını, bunların hamısı itirilir və belə deyək ki, müstəqillikləri məhdudlaşdırılır. Belə inhisar forması nə adlanır? Trestlər. Və 20-ci əsrin əvvəllərində ABŞ-da nə gedir? Geniş trestlər yaranır. ABŞ-ın ilk belə bir tresti cənab milyarder adlandırılan Rockefellerin Standard Oil şirkəti olmuşdur. Standard Oil şirkəti. Tamam, davam edək. 1900-1903-cü illər. Dünya tarixində, Azərbaycan tarixindən də bildiyimiz kimi nədir? Dünya iqtisadi böhran dövrüdür və dünya iqtisadi böhran dövründə ABŞ böhrandan çıxmaqdan ötəri bir sıra işlər görəcək. 20-ci əsrin əvvəllərində bizim əsas iki prezidentimizə diqqət çəkməliyik. 1901-1909-da hakimiyyətdə olan Theodore Roosevelt'ə. Birinci Theodore Roosevelt'in dövründən danışaq. Theodore Roosevelt görək nə qanunlar qəbul edib. İlk dəfə sənaye istehsalına, yəni iqtisadiyyata dövlətin himayəçi yanaşması, iqtisadiyyatın dövlət tərəfindən tənzimləməsi ilk dəfə kimin dövründədir? Theodore Roosevelt dövründə. İqtisadiyyatın dövlət tərəfindən tənzimləməsi odur ki, mən iqtisadiyyata pul yardım edirəm, öz sənayetçilərimə pul verirəm, öz fabrik zavodlarıma şərait yaradıram, onların öz iqtisadiyyatlarını inkişaf elətdirməsindən ötəri dövlət dəstək verir. Buna deyirlər dövlətin iqtisadiyyatı tənzimləməsi. Bu bir. İlk dəfə nə zaman başlayıb? Theodore Roosevelt'in dövründə. Sonra trestlər əleyhinə qanun. Roosevelt trestlər əleyhinə qanun verir. Niyə? Çünki görür ki, trestlər çoxalır və trestlər çoxaldıqca nə olur? Bu digər fabrik zavodlar sıxışdırılıb çıxarılır və onların hüquqları itir, onlar azadlıqlarını itirirlər. Beləliklə Theodore Roosevelt nə qərar verir? Trestlər əleyhinə qanun. Həmin qanuna görə bir nəfərin əlində cəmləşməsi, hər hansısa bir belə deyək də böyük intisar formasında trestlərin yaranmasına belə deyək nəzarət tətbiq olunur. Prezident elə bilinir dövlət. Dövlət trestlərə nəzarət edir. Çalışır ki, trestlər daha da genişlənməsin, daha da çox böyüməsin. Çünki böyüdükcə azad bazar iqtisadiyyatına bu ziyan vurur, digər fabrik zavodlar bağlanır, trestlərin tərkibinə keçir və müstəqilliklərini itirirlər. Davam. Bəs Theodore Roosevelt'in dövründə siyasi cəhətdən hansı qərarlar qəbul olunubdur? Theodore Roosevelt'in dövründə artıq biz deyəcək ilk dəfə ABŞ təcridçilik siyasətindən imtina edir. ABŞ-ın təcridçilik siyasəti barədə danışmadıq, eləmi biz? Tamam, qaydivində ondan da danışarıq. Theodore Roosevelt'in dövründə ABŞ təcridçilik siyasətindən imtina edir. ABŞ artıq deyir ki, dünyanın bir nömrəli ölkəsi mən olmalıyım. Bunun üçün nə edir ABŞ? Müstəmləkəçi işğallara başlayır. ABŞ Asiya ölkələrində, Latin ölkələrində öz hüququnu tanıtmağa çalışır. Avropa ölkələrində hakim vəzifədə, hakim rol vəzifəsində çıxış eləməyə başlayır, ölkələri barışdırmağa kömək edir. Bu kimi işlər görərək ABŞ nə edir? Özünü bir nömrəli dünyanın dövləti hesab eləməyə çalışır artıq bu dövrdə. Və Latin Amerikası ölkələri belə bir anlayış çıxdı burada ilk dəfə. Latin Amerikası deyiləndə yoldaşlar nəzərdə tutulan Cənubi Amerikadır. Cənubi Amerika nədir? Latin Amerikası deyilir bura və Amerikanın bir qanunu var. Amerika deyir ki, Latin Amerikası mənim bölgəmdir. Bu Monroe doktrinasına görə əsaslandırılıb lap qabaqcadan. İndi Monroe doktrinası barədə geniş danışarıq. Deməli, Theodore Roosevelt deyir ki, Amerika dünyanın bir nömrəli ölkəsi olmalıdır. Mən bunun üçün müstəmləkəçi işğallara başlayıram. Bunun üçün Avropa dövlətləri arasında hakim, məhkəməçi rol çıxış eləməyə başlayıram. Bununla yanaşı Latin Amerikası filan mənim bölgəmdir. Buralar mənim ərazimdir. Və Theodore Roosevelt'in dövründə belə bir siyasət var. Böyük dəyənək. Böyük dəyənək siyasəti hansı əraziyə yönəldilib? Latin Amerikasına. ABŞ böyük dəyənək siyasətinə əsasən Latin Amerikasını özünə tabe eləməyə çalışır bu dövrdə. Bu Theodore Roosevelt'in əsas siyasətidir. Trestlər əleyhinə qanun, böyük dəyənək, Amerikanın bir nömrəli dövlət olması, iqtisadiyyatın dövlət tərəfindən ilk dəfə tənzimlənməsi. Bunlar kimə aid oldu? Theodore Roosevelt'ə. Keçdik Woodrow Wilson.
Woodrow Wilson 1913-1921-ci illərdə hakimiyyətdə olub, 2 dəfə prezident seçilibdir. Woodrow Wilsonun dövründə isə biz nələrdən danışaq? Onun dövrü yeni demokratiya dövrü adlanır. Sizə sual veriləcək. Hansı prezidentin dövrü yeni demokratiya dövrü adlanır? Cavabınız Woodrow Wilson. Deyiləcək, 1-ci Dünya müharibəsi zamanı ABŞ-ın prezidenti kim idi? Cavabımız Woodrow Wilson. 1914-18-ci illərdə hakimiyyətdə olan Woodrow Wilson olmuşdur. Woodrow Wilsonun dövründə bir sıra islahatlar var. Gömrük islahatı, bank islahatı, maliyyə islahatları. Bundan başqa onun dövründə bank islahatına əsasən bank sistemi üzərinə dövlət nəzarəti qoyulur. Woodrow Wilson bank sistemini nə edir? Dövlət tərəfindən tənzimləyir və bundan başqa onun dövründə də sənaye inhisarlar üzərində nəzarət gücləndirilir. Bu Theodore Rooseveltdən Woodrow Wilson üçün oxşar cəhətdir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi, iqtisadiyyata dövlət nəzarətinin həyata keçirilməsi bu Woodrow Wilsondan deməli Theodore Roosevelt üçün oxşar cəhət təşkil etdi. Qaydaq indi biz arada itirdiyimiz o prezidentimizə üzürlü sayın arada niyəsə ağlımdan çıxıb. Monroe kimdir? Monroe Amerika Birləşmiş Ştatlarının 19-cu yüzilin birinci yarısında fəaliyyətdə olan prezidentlərindən biridir. 1823-cü ildə James Monroe bir doktrina elan edir. Monroe doktrinası. Monroe doktrinası nədir? Doktrina ümumiyyətlə hər hansısa bir siyasi prinsipdir, siyasi qanundur. Mənim verdiyim təklifdir. Bu nədir? Monroe doktrinasına görə Amerika deyir ki, Amerika Avropanın işlərinə qarışmayacaq. Və bunun qarşılığında da Avropada Amerikanın işlərinə qarışmamalıdır. Birinci şərt nə oldu? Amerika Avropaya qarışmamalıdır. Avropada Avropa Amerikaya qarışmayacaq. Amerikada Avropaya qarışmasın. Qarşılıqlı şəkildə bir-birimizə toxunmayaq. Hər öz ölkəsində, hər öz materikində hakimiyyəti yiyələnsin. Bu, Amerikanın təcridçilik siyasətinin əsasının qoyulması deməkdir. Amerika neyinir? Təcridçilik siyasəti yeridir. İkinci bir məsələ. 2. Avropa dövlətləri Latin Amerikalarına olan iddialarından əl çəkməlidir. Latin Amerikalar üzərində hakimiyyət kimə məxsusdur? ABŞ-a. ABŞ deyir ki, Latin Amerikalar mənim nəzarətimdədir. Buraya heç kəs yönələ bilməz. Və 3. Amerika qitəsində ABŞ-ın nüfus dairəsi genişləndirilməlidir. Vəssalam. Amerika qitələrində heç bir Avropa ölkəsi sözə malik ola bilməz. Amerika qitəsində yeganə söz sahibi deyir. Kimdir? Biz. Yəni ABŞ. Və həmən bu doktrinaya görə bu dövrdə belə bir məsələ var. Fransa ABŞ-dan kömək istəyir İngiltərəyə qarşı aparılan müharibələrdə və ABŞ isə Fransa ilə İngiltərə arasında olan bu müharibədə Fransaya kömək etmir. Səbəb olaraqsa səbəb gətirir ki, nə olsun sən mənə o dövrdə kömək eləmişdin istiqlaliyyət müharibəsində, İngiltərəyə qarşı müharibədə. Mən bugün sənə kömək eləmirəm. Səbəb mən Monroe doktrinasına inanıram. Monroe doktrinası nədir? Mən təcridçiyəm. Mənim səndən işim yoxdur. Sən öz ölkəndə, sən öz qitəndə müharibə apar, mən öz qitəmdə. Amerika qitəsi Amerikalılara məxsusdur, Avropa qitəsi Avropalılara. Avropa Amerikanın işinə, Amerika isə Avropanın işinə qarışa bilməz. Beləliklə, bugünkü mövzumuz bundan yekunlaşdı. Növbəti mövzu izahatlarında görüşənə qədər ümid edirəm sizin üçün anlaşıqlı oldu mövzu izahatı. Gələn dərslərdə görüşərik. Sağ olun, salamat qalın.